Salam, hər vaxtınız xeyir olsun. Bugünkü izahımız qısa bir mətn barədədir. Bu 9-cu buraxılış imtahanına da bu cür mətnlər düşür. İstəyirəm bunun izahını şagirdimiz Nazlı versin. Buyur Nazlı. Mark and Alex love their dog very much. Mark və Alex burada deyir ki, Mark və Alex öz itlərini çox xoşlayır. They want to build a wooden house for the dog. Onlar istəyirlər ki, itləri üçün taxtadan bir ev düzəltsinlər. Deyir ki, choose the correct variant. Doğru variantı seçin. A bəndi Mark and Alex have a kitten. Bu variant olmaz, çünki burada Mark və Alexin pişik balası yox, itləri var idi. B bəndində isə the boys don't need any wood to build the house. Bu variantda səhvdir, çünki oğlanların taxtaya ehtiyacı var idi, amma bu bənddə isə the boys don't need any wood to build the house, yəni ki, oğlanların taxtaya ehtiyacı yoxdur ev tikmək üçün. Ona görə B bəndi səhv olacaq. C bəndində isə the dog's name is Mark, yəni itin adı Mark idi. Bu variant səhvdir, çünki itin adı yox, onun sahibinin adı Mark idi. D bəndində isə the boys want to build a house for a cat. Bu bənddə yanlışdır, çünki burada onlar pişik üçün yox, it üçün ev tikmək istəyirdilər. Doğrudur. E bəndində isə Mark and Alex take care of their pet. Mark və Alex öz ev heyvanlarının qayğısına qalırlar. Bu variant düzgün variant olacaq. Doğrudur Nazlı. Çox sağ ol, təşəkkürlər.